154. Nömrə 154. Nömrə 154-də bizə nə deyir? 50 ədədinin natural tam bölənlərinin sayını tapın. Uşaqlar, 50-ni sadə vuruqlara ayıracağım. Birinci 2-yə bölünür. 2-yə bölünmürsə 3-ə bölürük. 3-ə bölünmürsə 5-ə bölürük. 5-ə bölünmürsə 7-yə bölürük. 7-yə bölünmürsə neçəyə bölürük uşaqlar? Özünə bölürük. 2-yə böləndə 25 düşür. 25 2-yə bölünmür, 3-ə bölünmür, 5-ə bölünür. Sonu 0-la 5-lə bitənlər 5-ə bölünür. 5-ə bölürəm 5 düşür. 5-i 5-ə bölürəm 1 düşür. Uşaqlar, indi deyir ki, natural nə deyir? Natural tam bölənləri sayın. Tam bölən deyirsə, natural bölənlərin sayını, məsələn, 50 nəyə bərabərdir uşaqlar? 2 vurulsun 5-dən neçə dənədir? 2 dənə. Say harda yazılır? Üzərində yazılır. Uşaqlar, natural bölən deyəndə üstün üzərinə bunun üstündə neçə var yazılmayıb? Heç nə yazılmayıbsa, deməli 1 var. Uşaqlar, natural bölən deyəndə üstlərin üzərinə neçə gələcəm? 1 gələcəm. 1. Vururam. Üstün üzərinə neçə gəlirəm? 1 gəlirəm. Bərabərdir. 1 üstünə 1 gəl. Neçə eləyir? 2. Vur. 2-nin üstünə 1 gəl. Neçə eləyir uşaqlar? 3. 2 vur 3-üm neçə elədi? 6. İndi natural bölənlərin sayını tapın. Sayı neçədən oldu uşaqlar? 6 dənə oldu da. Bəs yaxşı. Bəs yaxşı. Tam bölənləri deyəndə nə edirik? 2-yə vururuq. Tam bölən deyəndə natural böləni neçəyə vurasısınız? 2-yə. Neçə olur uşaqlar? 12 olur. 12. Burada misalda səhv var, 12 verməyibdir, 6-nı veribdir. Ancaq səhv var, səhvlik var. Uşaqlar, cavab 12 olmalıdır. İndi keçəyim. Mən də 12 yazmışam, amma yox idi, cavab deyil. Səhvdir. Natural bölən, tam bölən deyəndə natural böləni neçəyə vuracaqsınız? 2-yə vuracaqsınız. Uşaqlar, nömrə 155-də bizə deyir ki, 14, 13, 51, 39, 53, 27, 29 ədədlərinin neçə sadə ədəddir? Neçəsi nədir? Sadə ədəddir. Sadə. Uşaqlar, neçəsi sadə ədəd deyirsə, onda gəlin sadələri seçəyin. Müəllim, mən sadə ədədlə mürəkkəb ədədi bilmirəm. Niyə uşaqlar? Bir-biri yazırsınız, bir özünü yazırsınız. 1 ilə 14-ün arasında həmişə bir-biri yazın, bir özünü yazın. Özüdür da uşaqlar. 2-də var axı. Arada da neçəyə bölünür 14? 2-yə bölünür. Uşaqlar, 1, 2, 3. 3 dənəsi varsa, 3 dənə böləni varsa mürəkkəbdir. Bizdən də sadələri soruşur. İndi 13-ü götürək. Bir-biri götürürsünüz, bir özünü götürürsünüz. 13 arada heç nəyə bölünmür. Deməli, necə ədəddir? Sadə ədəddir. 51. Uşaqlar, bir-biri götürürsünüz, bir özünü götürürsünüz. Arada da neçəyə bölünür? 3-ə bölünür. Çünki rəqəmlərini cəmləyəndə 6 eləyir. 6 3-ə bölündüyünə görə 3-ə bölünmə əlaməti necə idi? Rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. 3-ə bölünür. Deməli, bu da necə ədəddir? Mürəkkəb ədəddir. Keçəyin 39-a. Uşaqlar, bir-biri götürürsünüz. 1-39-un özünü götürürsünüz. Arada da neçəyə bölünür? 3-ə bölünür. Deməli, bu da nədir? Mürəkkəb ədəddir. Uşaqlar, 53-ü götürək. Bir-birə götürük, bir özünü götürürük. Arada 2-yə bölünürmü? Sonu təklə bitir. Sonu cütlə bitənlər 2-yə bölünür. Bölünmür. 3-ə bölünürmü? 3-ə bölünmə əlaməti necədir? Rəqəmlərini cəmləyin. 8. 8 3-ə bölünmür. 3-ə də bölünmür. 4-ə bölünürmü? 53 4-ə bölünmür.
5'ə bölünürmü? Sonu 0-dan 5 ilə bitənlər 5'ə bölünür. Bu da sonu 3 ilə bitir. 5'ə də bölünmür. 6'ya bölünmə əlaməti necədir? 2 vurulsun 3'dür. 2'yə 3'ə bölünürsə bu ədəd 6'ya bölünür. 2'yə 3'ə bölünmürsə bu ədəd nəyə bölünmür? 6'ya bölünmür. 6'ya. Deməli 53 necə dəhdir? Sadə dəhdir. Uşaqlar 27. Bir-biri götürürəm, bir özünü götürürük. Arada da neçəyə bölünür? 3'ə bölünür. Deməli mürəkkəb ədəddir. Uşaqlar 29. Bir-biri götürürəm, bir özünü götürürəm. Arada neçəyə bölünür 29? Heç nəyə. Sadə dəhdir. Uşaqlar məndən sadələri soruşur. 1 dənə, 2 dənə, 3 dənə. Neçə dənə oldu? A variantı 3 dənə. Yaddan çıxmadı ki, heç nə. İndi keçəyin uşaqlar. Səsləri bağlayın ki, səs olmasın. Özünüzə lazım olanda açın uşaqlar. İndi keçəyin. Bunu siləyin. Bunu nə silirəm? Ağlım mitə getdi. Sonlandı bu. Aha. Nömrə 156'ya baxalım. Nömrə 156'da n bərabərdir. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6 vurulsun, 7 vurulsun, üstə gələk 15, 12'yə bölünməsindən alınan qalığı tapın. Müəllim, qalıq hər zaman üzərinə gəlinir. Müəllim, burada da 15 12'dən böyükdür. Qalıq da, müəllim, qalıq da 12'dən böyük ola bilməz. Qalıq həmişə kiçik olur. Ona görə 15'i nəyə bölürük? 12'yə bölürük. Qalıq neçə qalır? 3 qalır. Qalıq da nədə yazılır uşaqlar? Mötərizədə yazılır. Olur hansı variant? D variantı. İndi nömrə 157-də 10'a aiddir. Keçək nömrə neçəyə uşaqlar? 158'ə. Həm 2'yə, həm sözü var. Nəyini tapasıyıq uşaqlar? Həm sözü varsa əkobunu tapırıq. Uşaqlar, əkob 2 ilə 7 nəyə bərabərdir? 2'yə bölünən o 2 ilə 7, 2 sadə, 7 sadə. Nəyə bərabərdir? İkisi sadə ədəddirsə, qarşılıqlı sadə ədədlər olur. Qarşılıqlı sadə ədədlərin əkobu bu ədədlərin hasilinə, yəni 2 vurulsun 7'yə bərabər olur. O da neçə olur? 14 olur. İndi deyir ki, neçə dənə 14'ə bölünən 2 rəqəmli ədəd var? Müəllim, 2 rəqəmli ədəd 10'dan başlayır. Ən son, ən böyük 2 rəqəmli ədədim də müəllim 99'dur. Müəllim, böyükdən çıxıram sayını tapmaq üçün. Çıxıram kiçiyi. Bölürəm hansı ədədi deyirsə, 14'ü deyirsə, hansı ədədi deyirsə ona, üzərinə gəlirik 1'i. Müəllim, 99 14'ə bölünmür. Niyə? Müəllim, çünki 14 2 vurulsun 7'dir. 99 2'yə bölünmür. Müəllim, çünki sonu 0-la cütlə bitənlər 2'yə bölünür. 99'dan aşağı 98 qalır. Müəllim, 2, 4, 6, 8, 0-la bitən ədədlər 2'yə bölünür. Müəllim, 7'yə də bölünmür 98. 98'dən aşağı 97 gəlir. Müəllim, 2'yə bölünmür 97'də. Müəllim, 96 gəlir. 96 müəllim 2'yə də bölünür, 7'yə də bölünmür. 95 gəlir, 2'yə bölünmür. 94 gəlir. Müəllim, 94 2'yə bölünür, 7'yə də bölünmür. Müəllim, 93 gəlir, 2'yə bölünür. 94 7'ye bölünür. 98 bölünür də. 98 bölünür. 98 bölünür. Ən böyük ədədim 7'yə 2'yə bölünən hansı oldu? 2 rəqəmli ədəd 98 oldu. Ən kiçik 2'yə bölünən ədədim 14'ə bölünən ədədim elə 14'ün özüdür. İndi bölürəm 14'ə, üzərinə gəlirəm 1'i. Uşaqlar, 98'dən 14 çıxıram. 4, 74, 84. Böl 14. Bu niyə yazmadı? Üzərinə gəlirəm 1'i. Uşaqlar, 84'ün içində 14, 6, üzərinə 1 gəlirəm. Neçə dənə olur? 7 dənə.
Deməli, böyükdən kiçiyə çıxırsınız, bölürsünüz, hansısa da deyirsə ona. 2 rəqəmli dediyinə görə 2 rəqəmləri götürdüm. Əgər 2 rəqəmli sözü yoxsa, onda 1 rəqəmləri götürəcəkdim və ən böyüyü götürəcəkdim. Ən böyükdən çıxıb ən kiçiyə böldüyümüz ədədə böləsiydik, üzərinə də 1 gəlirik. Deməli, neçə dənə oldu uşaqlar? 7 dənə. Variant hansı olacaq? B variantı. Uşaqlar, indi baxağın nömrə 159-a. Nömrə 159-da bir ortaq olmayan sadə vuruqların hasili. Müəllim, ortaq olmayan C hərfindən şair olunur. Hasili 6-dır, müəllim. Əbub abi bərabərdir 15 veribdir. Və Əçob abini soruşur. Müəllim, Əçob abi bərabərdir soruşursa sualdır. Müəllim, düsturumuz C bərabərdir. Əçob bölünsün nə idi? Ən kiçiyə bölürdüm nəyə? Ən böyüyə Əbuba. Müəllim, C-yə 6 veribdir. C-nin yerinə 6 yazıram. Müəllim, Əbuba 15 veribdir. Bunun yerinə 15 yazıram. Müəllim, yox, Əçoba heç nə verməyibdir. Əçobun özünü yazıram. Müəllim, Əbuba 15 verib, yazıram 15. Müəllim, burada 6-nın məxrəci yoxdur, yazıram 1. Və çal çarpaz vururam. Müəllim, 6-dan 15-ə xət gedib, 6-dan 15-ə. Əbubu da 1-ə vuranda, Əçobu da 1-ə vuranda Əçobun özü eləyir. Bərabərdir. Aha. 6-nı 15-ə vururam. 0 yazaq. 3 yad, 6 3, 90. Müəllim, Əçobum oldu neçə? Əçob abi nəyə bərabər oldu? 90-a bərabər oldu. Cavabımız da nə olacaq uşaqlar? 90 olacaq. Olacaq Y variantı. İndi uşaqlar, nömrə baxağın 160-a. 160 da buna aiddir. Ortaq olmayan sadə vuruqların hasili. Müəllim, ortaq olmayan C-dir. Hasili 8-dir. Müəllim, Əbub abi bərabərdir 45 verib. 45 veribdir. Müəllim, Əçob abini soruşur. Əçob abi nəyə bərabərdir? Suala bilmirəm. İndi müəllim, düstur C bərabərdir. Əçob bölünsün. Abiləri yazmıram, uzun uzadı getməsin. Bölünsün, nə yazıram? Əbu. Ən kiçiyi bölürəm nəyə? Ən böyüyə. Uşaqlar, C-nin yerinə nə yazacağım? 8. Əçobun yerinə nə yazacağım? Əçobun özünü. Əçobun özünü yazıram. Əbubun yerinə də nə yazıram? 45 yazıram. 45 yazıram. İndi 8-in məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Çal çarpaz vururam. 8-i vururam 45-ə. Əçobu vururam 1-ə. Əçobun özü eləyir. Uşaqlar, Əçob bərabərdir. 8 vuraq 5-im 40, 0 yazaq. 4 yadda, 32, 4 də yadda, 36. Əçob nəyə bərabər oldu uşaqlar? 360-a bərabər oldu. Olur hansı variant? A variantı. Uşaqlar, sonra keçəyin, deməli, nömrə 161-ə. Burada Əbubu soruşur. Uşaqlar, Əçoba verib, Əçob AB-yə verib, AB-yə verib 150. Uşaqlar, ortaq olmayan say, müəllim demişdi, ortaq olmayan C-dir. Hasili 10-dur. Yazıram 10-u. Əbub AB-ni soruşur. Əbub AB bərabərdir. Nəyə uşaqlar? Suala bilmirəm. Uşaqlar, C ortaq olmayan sadə vuruqdur. C nəyə bərabərdir? Əçobu, ən kiçiyi bölürəm nəyə? Əbuba. AB-ləri də yazırım. C-nin yerinə nə yazacağım? 10 yazacağım, bərabərdir. Əçobun yerinə nə yazacağım uşaqlar? 150 yazacağım. Əbobun da özünü soruşur, ona görə özünü yazacağım. Uşaqlar, onun məxrəci yoxdur. Nə yazıram? 1 yazıram. Çal çarpaz vururuq. 1-i 150-yə vururam. Niyə çıxdı?
Aha. Onu da əbuba vururam. Onu vururam əbuba. 10 əbub. 150-ni də 1-ə vuranda 150 edir. Müəllim, bərabərliyin o üzündəkilə bu üzündəki sağ tərəflərini ixtisar eləmək olur. Əbub nəyə bərabər olur? 15 olur. Deməli, cavabımız nə olacaq? 15 olacaq. Y variantı. Yəni ki, əbub abi. İndi yazaq abi. Sonra, uşaqlar, nömrə 162-də 10-a aiddir. Keçək nömrə neçəyə? 163-ə. Uşaqlar, x bərabərdir 3455 veribdir. Y bərabərdir 6800 nə veribdir? 73 olarsa, x plus y cəminin 9-a bölünməsindən alınan qalığı tapılır. Bərabərdir nəyə? Suala. Uşaqlar, x-in yerinə nə qoyacam? 3455-ə bərabərdir. 3455 qoyacam. Uşaqlar, y-im nəyə bərabərdir? 6873 qoyacam. Bölürəm nəyə? 9-a. Uşaqlar, bir dəfə bunu bölürəm 9-a. 3455-i bölürəm nəyə? 9-a. Uşaqlar, 3 dəfə yerləşir, 27 olur. 78, 72. Böyle də bilirsiniz də yəqin ki. 4 dəfə 9, 36 eləyir. 3 dəfə 27, 15-dən 7 çıxıram 8. Qalıq burada aşağı hissədə qalandır. Qalığı tapın deyir. Qalığı yazıram 8. Üzərinə gəlirəm. 6873-ü bölürəm nəyə? 9-a. 7 dəfə 9, 63, 57, 6 9, 54, 33, 3 dəfə 9, 27, 13-dən 7, 6. Qalıq neçə qaldı uşaqlar? 6 qaldı. Bölürəm nəyə? 9-a. İndi uşaqlar, gəlin bunu siləyim. Müəllim, 8-in üstünə 6 gəlirəm, 12, 14 eləyir. 14 cavabım da yoxdur. Ona görə təzədən, əgər elə cavab yoxdursa, təzədən bir də 9-a bölürsünüz. 14 eləyir. 14-ü də 9-a böləndə qalıq neçə qalır? 5 qalır. Qalıq da həmişə nədə yazılır uşaqlar? Mötərizədə yazılır. Yaxşı. 5 cavabı harda var? B variantında var. 164 də buna aiddir. Keçək nömrə 165-ə. Müəllimə mən 165-i başa düşməmişəm. Aha, indi başa salacağım uşaqlar. Uşaqlar, bizə deyir ki, A vurulsun B nəyə bərabərdir? 484-ə bərabərdir. Hər iki ədədin ortaq olmayan nədir? C-dir. C nəyə bərabərdir? Mən balam başa düşməyən 4-ə bərabərdir. Və əbubu soruşur. Əbubu soruşur bizdən. Hansı düsturumuz var idi? Əbubun kvadratı, uşaqlar, 3-ü 4-ə vursaq mı çox eləyir? 4-ü 3-ə bölsək mi çox eləyir? Vuranda çox olur. Uşaqlar, düsturu belə yadınızda saxlayın. Əzbərləməyin. Əbub ən böyüksə, tərsinə ən kiçiyə. Yəni nəyinə? Böləyinə. Böləkdə kiçik olur da. AB bölünsün nəyə bərabər olur? C-yə. Üstündə də nə var? Kvadrat var. Bəs yaxşı, əkob kvadratı nəyə bərabərdir? Əkob ən kiçiksə, tərsinə ən böyüyə, yəni fasillərinə. A vurulsun, B vurulsun, C-yə bərabər. Uşaqlar, indi gəlin bunu siləyin. İndi bizə verib ki, əbub kvadratı. Əbub kvadratı nə deməkdir? 2 dənə nə var? Say üstündə yazılır. 2 dənə nəyim var? Əbubum var. 2 dənə əbubu nə edəcəm? Bir-birinə vuracam. AB-nin yerinə nə qoyacam uşaqlar? 484 qoyacam. C-nin yerinə nə qoyacam? 4 qoyacam. Uşaqlar, əbub, 2 dənə əbub, vur əbub, bərabərdir 1, 2, 121. Uşaqlar, 121 nəyin kvadratıdır? 11-in kvadratı. 11 müəllimə. 11 vurulsun yerinə nə yazacam? 11 yazacam.
Uşaqlar, bir dənə bobum nəyə bərabərdir? Bir dənə bobum nəyə bərabərdir? Bir dənə bobun yerinə nə durur? 11 durur. 11. İndi bunu screen eləyin, qrup atın. 11-in kvadratı soruşacağam gələn dərs. 121. 12-nin kvadratı 144. 13-ün kvadratı 169. 15-in kvadratı 225. 25-in kvadratı 625. Uşaqlar, screen eləyin, qrup atın bunu. Soruşacağam gəlincə dərs sizdən. Aha, atdınız mı? Nömrə keçəyin neçəyə? 166-ya. Uşaqlar, 2 natural ədəd veribdir. Bu natural ədədləri bilirikmi? Bilmirik. Yazıram nə? X-la Y. Bunların hasili 1,29-dur. Bərabərdir. Nə yazıram? 29 yazıram. Və bu ədədlərin nəyini soruşur? Cəmini soruşur. Bərabərdir. Nəyə? Suala bilmirəm. Uşaqlar, 29 neçə vuraq neçədir? 29 sadə ədəddir. Elə 1 vurulsun 29. Buna görə də 29 vurulsun. Uşaqlar, x-in yerinə 29, y-in yerinə 1 durur. İndi x-in yerinə 29, y-in yerinə də 1 yazıram. Cəmini soruşur. Cəmi neçə eləyir uşaqlar? 30 eləyir. Olur hansı variant? C variantı. İndi keçəyin nömrə 167-yə. Burçqa niyə belə çətinliklə yazır, bilmirəm. 2 sadə ədədin cəmi. Uşaqlar, 2 sadə ədədi bilirəmmi hansılar? Bilmirəm. Bilmirəm nə deməkdir? X deməkdir. Bilmirəm nə deməkdir? Y deməkdir. X plus Y cəmi neçədir? 5-dir. Sadə ədədlərdir. Sadə ədədlər isə biri 3-dür. Biri neçədir uşaqlar? 2-dir. Cəmi neçədir? 5-dir. Bu ədədlərin hasilini soruşur. 3 vurulsun 2-ni, yəni x vurulsun y-i. Neçə eləyir uşaqlar? 6 eləyir. Cavabımız hansı olacaq? D variantı olacaq. D variantı. İndi uşaqlar, nömrə baxağın 168-ə. Nömrə 2 natural ədədin hasili. X vurulsun y deyir 37-dir. Bu ədədlərin cəmini soruşur. X plus y. Əvvəlcə cəmini soruşub, cəmini verib, hasilini soruşurdu. İndi hasilini verib, cəmini soruşur. 37 neçə vuraq neçədir? 5, 7, 35, 37 vurulsun 1-dir. İndi bunun yerinə 37, bunun yerinə 1 cəmi də neçə eləyəcək uşaqlar? 38 eləyəcək. Cəmi neçə olacaq uşaqlar? 38 olacaq. Olacaq hansı variant? B variantı. Diyanın linki təzədən atın uşaqlar.